Salam. İndi isə gəlin preposition'a aid tapşırığımıza baxaq. Deməli, evening günün müəyyən hissələri ilə demişdik ki, in sözünü işlənir. Günlərlə, yəni məsələn şənbə günü, günorta 10 sözünü işlənir. İllərlə in sözünü işlənir. Aylarla in sözünü işlənir. Nun sözü ilə at sözünü işlənir. Tarixlərlə on sözünü işlənir. Sunset sözü ilə at sözünü işlənir. Bayramlarla, əgər yanında day sözü varsa, on sözünü işlənir. Şəhər və ölkələrlə demişdik, in sözünü işlənir. Saatlarla at sözünü işlənir. Günlərlə on sözünü işlənir. Sonuncunu isə siz tapın. Cavablarınızı kommentdə bildirin. Bu qədər. Növbəti videolar üçün abunə olmayı